Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allah Muhammədə və onun pak əhli beytinə salavat və salam göndərsin. Məşhur rəyə görə orucu batil edənlər 10-dur. Seyyid Əli Sistaninin, Allah onu qorusun, rəyinə görə isə 9-dur. Biz hamısını ümumi başlıq altında qeyd edirik. Hər birinin öz təfsilatı var. Birinci və ikinci, yemək və içmək. Hətta miqdar az olsa belə. Məsələn, bir şəxs oruc vaxtı dişlərinin arasında qalan yemək qalıqlarını bilərəkdən utsa, orucu batildir. Çünki bu qəsdən yemək sayılır, az olsa da. Amma əgər insan unudaraq yesə, problem yoxdur. Məsələn, oruc olduğunu unudub yeyər, sonra xatırlayarsa, orucu düzgündür. Biz indi yalnız ümumi başlıqları deyirik. Deməli, birinci və ikinci, yemək və içmək. Üçüncü, qəsdən cinsi əlaqə. Dördüncü, qəsdən istimna, özünü təmin etmə. Beşinci, qəsdən qusmaq. Altıncı, sübh azanına qədər qəsdən cənabətli, heyizli və ya nifaslı qalmaq. Amma əgər biri, məsələn, səhər saat 9-da oyanıb cənabətli olduğunu görsə, bu orucu batil etməz. Söhbət qəsdən bu halda qalmaqdan gedir. Yeddinci, qatı toz və tüstünü udmaq, buruna çəkmək. Bu məsələ vacib ehtiyata əsaslanır. Məsələn, elektron siqaret barədə Seyyid buyurur ki, vacib ehtiyata görə orucu batil edir. 8-ci, qəsdən Allaha, onun rəsuluna, sallallahu aleyhi və alih və ya imamlara, əleyhimussalam, yalan isnad etmək, vacib ehtiyata görə. Burada bir məsələ var. Ramazan ayında əgər bir rəvayətin Peyğəmbərdən, sallallahu aleyhi və alih və ya İmam Əlidən, əleyhissalam, gəlib gəlmədiyini bilmirsinizsə, Allah rəsulu buyurdu demək olmaz. Rəvayət olunur ki, deməlisiniz. Çünki bilmədiyiniz bir şeyi Peyğəmbərə, sallallahu aleyhi və alih, nisbət vermiş olursunuz. 9-cu, məşhur fəqihlərə görə qəsdən başı və bütün bədəni suya batırmaq, irtimas. Məsələn, biri dənizə girib suyun altına tam batarsa, məşhur fəqihlərin nəzərinə görə bu orucu batil edir. Lakin Seyyid Əli Sistaniyə görə orucu batil etmir, amma şiddətli dərəcədə məkruhdur. 10-cu, maye ilə imalə etmək, arxa dəlikdən bədənə maye yeritmək. Yəni insan arxa dəlikdən maye yeridərsə və bu maye müəyyən yerlərə çatarsa, oruc batil olar. Amma əgər bərk maddə, məsələn həb şəklində olarsa, orucu batil etməz. Lakin maye iynə və ya başqa vasitə ilə yeridilərsə, orucu batilindir. Bunun da təfsilatı var. Nəticə itibarilə məşhur fəqihlər orucu batil edənləri 10 sayırlar. Seyyid Əli Sistani isə 9 sayır. O suya tam batmağın orucu batil etmədiyini, lakin şiddətli şəkildə məkruh olduğunu buyurur. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allah Muhammədə və onun ailəsinə salavat və salam göndərsin.